Ben size indi bir qadını göstereceğim. Rustur. Ama Lugansk'ta yaşayır. Almaq istəyir Putin Lugansk'ı. Heç soruşmursan ki Lugansklardan onlar Rusiya birləşmək istəyirlər ya yox. Yalanlar referendum düzəltmişsən orada. Vitkovun da beynindən yeritmişsə gəlib orada danışır. Görürsünüz bu dəfə Trump da ne üçün indi Trump birdən-birə təzədən döndü? Putinlə telefon danışan sonra. Çünki o artıq Putinlə danışığa Vitkovu göndərmirdi. Özü dedi ki o ev tikəndi, mən səhv eləyib onu göndərmişim. Gedib orada heç özü bilmir nə danışıb. 5 saat onun Putin başından nəsə ye. Özü deyir bunu Trump. Hansı ki biz buradan deyirik ki, kimi göndərmirsən ora. Sən siyasətlə ümumiyyətlə məşğulsan, siyasi gedişlər eləyirsənsə, sən ömründə siyasətlə anlayışı olmayan bir ora göndərmirsən. Burada bizi danlayırlar ki, Kamran, sən bir onlardan çox bilirsən. Sonra Trump özü dedi ki, mən bilməmişəm kimi göndərmişəm. Görürsünüz biz onlardan çox bilirik. Özü də bilməyib. Amma bu dəfə Rubio'nu göndərdik. Onların dövlət katibi Lavrovla telefonda danışdı. Ya göndərdi deyəndə Lavrovla ona həvalə etdi bu danışıqları. O dəqiqədə Trump dedi ki, vəssalam, mən də heç yana getmirəm. Çünki Rubio təcrübəli diplomatdır. O Vitkov deyil. Amma Vitkovun da beyninə yeritmişdi ki, Lugansk orada referendum olub. Bəs indi sizə Luganskda olan Rus qadınının sözlərini göstərəcəm. Görün, Lugansklı Rus qadın bu işğalçılara nə deyir? Bax, əsl Lugansklının fikri budur. Baxın bu qadına. Я в Луганске давным-давно. Так ты что, не знаешь, чья это земля? Это русская земля. Луганск Русская всю земля. жизнь была Россия. Украина. О, Всю пиши жизнь всё, пиши всё, пускай она Украина. выговорится. Украина ваша Да, находится за Днепром. Вот Да, это Собирайте вот свое тебе нихуя за и Днепром. туда, да. Катись вместе с русским кораблем. В ответ кретины, умеющие воевать только с бабушками, пригрозили ей доносом и тюрьмой. Еще раз. Давай. Путин А ты Вместе с сядешь. тобой. Все. Вот так, все. вот Ждите, так. Да ждите. я срать на вас Да? хотела. Я срать на вас хотела. Отлично, Отлично. Всё, а вот теперь- Отлично. а Да. теперь Я слушай. еще раз говорю. Да. Я вас посылаю после ваших слов. Ha? Rustur. Lugansk'ta yaşayır. Bunu azad eləməyə gəliblər, güya. Qan tökürlər orada. Milyonlar artıq özünkilər ölüb. Ukrayna uşaqlarını, qadınlarını öldürürlər. Rus qadın deyir ki, Putin rədd olun buradan. Nifrət eləyirik sizə. Lugansk Ukraynadır deyir. Görürsünüz? Vitkov'u bura aparmaq lazımdır. Aparıb bu qadının özbəzi otuzdurmaq lazımdır. O qadın ona başa salar. 5 saat yox, 5 dəqiqəyə başa salar. Lugansk aranın torpağıdır. Bu nə deməkdir? Orada Rusça danışırlar, deməli ora Putin oradan deyir, Azərbaycana deyir ki, orada deyir Rus dillidir, praktik Rus dillidir. Qazaxstana dedi, cavabını aldı. Tokayev'dən. Hamısı qulağına taxırdılar ya belə qulaqcıqlar. O saat Tokayev başladı Qazax dilində, Qazax türkçəsində danışmağa. O saat öyrəşmişlər, belə oturmuşlar ya hamısı şeylə. O Piskovla sonra o burası belə oturmuşlar ki, indi də Rusça danışacaq da. Öyle ki başladı Qazaxça danışma, tez oradan, onlarla ancaq başa düşürlər. Onlarla ancaq bilsən, o da yumruqdur da. Hökmən deyir ki, yumruğu gələ əllə işlədəsən. O dil, sözdə də yumruq vurursan. Lap sözün deyil, bilirsiniz, yarası daha az olur. Yumruqdan, şillədən də pisdir, bıçaqdan da pisdir. Qazaxca başladı danışma, bunlar o söyüşdü. Necə yana, Qazaxstan böyüyü, biz oturmuşuq burada Qazaxca danışaq. Kimsən, sən? Busan da sən, bundan əvvəlki arvad daha doğrusu. Olsan da, hə? Başqa dörtdə ifunətlisən sən, murdarsan sən. Hə, Azərbaycan deyir, Rus dilli dövlətdir. Mən də o saat şeydə yazdım Facebook'da, belə statusda, amma Rusça yazdım. İndi mən onu öz dilimizə deyim də. Rusiya türk dilli dövlətdir, sən başlayırsan çaşmısan. Tatar da türkdür, Başqurt da türkdür, Çuvaş da türkdür, Kalmuk da türkdür. Kalmuk olması Kumuk türkdür, Kalmuklar Monqol əslidirlər. Kumuk da türkdür, Qaraçaylı da türkdür, Noqay da türkdür, Balkar da türkdür, Sakha da, Yakut da, Tuvalı da, hamısı türkdülər. Nətər olur hə? Biz ora türk dilli demirik, sən bura Rus dilli deyilsən. Harda da burada Rus dilli? Harda? Kürdəmirdə, İsmaillidə, Göyçayda, Bakıda, harda? Harda da yığışdır dilimi də rədd ol buradan. Adama belə deyərlər. O yüzden de Azərbaycanda məktəblər bağlamalı. Yoxsa üzümüzə deyir ki, yani ora Rus əskəri deyir, harda gəlibsə, ayağı deyirsə, ora deyir Rusiyadır. Ay sən öləsən. Köppək. Gəlmişdi də Xankəndiyə. İtti qoğan kimi qovduq da. Ancaq bu dili başa düşürlər. O qoca dişsizi görürsünüz. Bu bütün günü işləyib, bu da Rus qadındır da düzdür. Bütün günü işləyib, öz həyətində əkib, becərib, gəlib oranı qan çanağına döndəriblər. İndi orada nə benzin var, nə su var, ifunətin içində batırlar. Lugansk, Donetsk bir süzünə gündədir. Başlarına bomba yağır, Ukrayna vuracaq. Dağımızın önünə torbağımı. Biz vurmurduk, biz də vurmuşuq da, öz torbağımızı geri qayıtır. Onlar da vururlar da. Necə olmalıdır ki?